da. Dayı məsələn də cavanlı uşaqlıq keçib oynamısan. İnnə dünya ləhvun və ləhvun və təfaxurun və təkasurun fil əmvali və ləvlad. Allah neçə dənə mərhələ sayır Quranda dünya üçün. Oyuncaq, oyundur, oyuncaqdır. Laf uşaqlıqda oyundur. Biraz keçdi oyuncaqdır. Görsə kukla ilə oynayır. Ondan sonra biraz keçdi təfaxurdur, cavanlıq dövründə. Əqqabının dabanı belə olsun, saçımın ukladkası belə olsun, köynəyimin varatın ki belə olsun. Bu yetim varatın ki başını oynatsınlar. Ca uzadırlar çiynə qədər. Ca kəsirlər beləni çirirlər. Arada görsən ki varatın ki qatlayıblar belə quyruğunu çıxardıblar buradan oynadı. Nə giyəsən sənsən də. Nə giyəsən sənsən də bunun bəzəməklə də ölçədə ola bilər, bu ondan biraz sənin gözündə yaraşıqlı görükür. Məlum, bu da oyuncaq dövrüdür də, hə. Hər şeyə diqqət edir, hər şeyə fikir verir. Valla o dövrləri keçənlər indi deyir ki, nə yaxşı oradan tez keçmişik, özümüzü çox biabır eləməmişik. İndi o dövrdə olan cavanlar biraz diqqət eləsinlər. O cürə deyir, valla, biz 30 il bundan qabaq keçdik orada heç nə yox idi. Dövrümüz də sizin dövrünüzdən yaxşı idi, ha. Elə deyil, dövrümüz də sizin dövrünüzdən çox yaxşı idi. Sizdən çox tapa da bilirdi, sizdən çox yiyə də bilirdi, sizdən çox giyə də bilirdi, sizdən də az işləməyə ehtiyac var idi. Mən elə cümə axşamların yasırına xums da verirdim hələ. İndi yadıma gəlmir, biri pul versin mənə, desin ki, tez olmasa yadımızdan çıxmasın xasiyyətimiz ki, cümə axşamı öz ölənlərimizdə yadımıza düşsün, bir yasın oxuya, biri bir 5 manat versin ki, gəl. Ondan bazı millət mollanın qapısında növbəyə dayanırdı. Dava da salır, axırda püş atırdılar. Bu cümə axşam işi yeməyi bizdə yiyəcək. Onlar mollalar indikindən də çox yiyirdi, amma cəmaat da yemək verirdi. Məlum. Amma indi içinə Yasin oxuduran var, belə nə də Quran. Vallahi indi deyirsiniz, niyə o iddianı edirsən? Ona görə iddianı edirəm ki, onu da oxuyanın da biri mən idim də. Məsələn, mən deyildim. Vallahi da indi nə olub? Mən pis molla oldum. Belə də, ya molla da çox olsa heç olmasa birini görərəm də. Çoxunu da elə çoxu mənim yanımda var da burada. Heç olmasa onlara. Qədim məsələn o cür idi. Biz o dövrləri keçdik. Elə 2 yasına bir dənə ayaqqabı alırdın, 2 yasına bir dənə köynək alırdın. Cümə axşamında da bir 4 dənə yasın olurdu. Elə bir sezonun paltarını alırdıq biz. Amma o deyir. O deyir. Elə bir şey tapıncın başqa tərəfə fikir verir. Bu birisi tərəflərə fikir verir. Elə bir köynək, bir şalvar adama bəs edir bir ayı. 6 cür olanda vallahi adam avara qalır. Bunu geyim ya bunu geyim, bunu geyim ya bunu geyim. Məlum. İndi bizdə 6 cür olmayıb. O kəbinə ya da pul əvəzinə köynəkdən yaddan gətiriblər, açıb düzmüşük yanbayan. Görüm hansını geyim. Onda qalmışdı pul verəsən onu. Alasan geyməyə gör onda nə müsibət çəkirsən. Axı pul veribsən, ürəyin yanır, geymək istəyirsən. İndi hansını geyim daha yaxşı olsun. Elə onu geyim, bunu geyim, metro getdi. Qaldın gələn reysə. Ona da bilmirəm, səni qoyacaqlar burada dayanmağa gələn reysə ya qoymayacaqlar. O da var. O da var. Ona görə bir təhər olan demirəm, belə geyin, pis geyinin, filan edin. Hər şeyin bir norması var. Amma fikri zordur. Çox fikirləşmən Allah nə təhər ev alacam, nə təhər evlənəcəm. Bunun qızılı var, gümüşü var, nə bilim, nəyi var, nəyi var, nəyi var. Bunları fikirləşmən. Düzdür, indi heç kim qoymayacaq sizi qızılsız evlənəsiz. Amma kim sizin üçün qızıl iddiası edirsə, qoy qızılını alsın, versin. Sənə bir nəfər lazımdır, onunla əqd oxuyasan və onunla həyatı keçirdəsən. Özdə elə bir nəfər ki, sənin həm dünyaya kömək olsun, həm axirətə kömək olsun. Sən hirslənəndə desin, Allahdan qorx. Sən məsələn bir şey eləyəndə desin, cəhənnəm var. Sən qeybət eləyəndə desin ki, məsələn, qeybət eləmə haramdır. Da o qeybət eləyəndə, sən qeybət eləyəndə o da əlini sürtə-sürtə oturaq kişi bu, gəl danışaq, mənim də ürəyim partlayır, yox. İkiniz də qrup bultu ilə cəhənnəmə gedəcəksiniz. O belə bir məsələlərdən maraqlanın. Və indi onun bir qiyməti yoxdur, valla. Qalan işləri buraxın Allahın öhdəsinə. Ev nə olacaq, kvartira nə olacaq, nə bilim, çörək nə olacaq, görəsən, toy nə eləyəcək. Düzdür, çox şeyi özümüz çəkinləşdirmişik. Çox şey. Kreditə girir, gəlinə görsən şey götürür. Qızıl götürür. Nə kreditlə? Sonra gəlir, toy qutarıb. 2 dənə də nəvəsi var, hələ qızılın kreditini ödəyir. Bunu nə Allah deməyim, nə Peyğəmbər deməyim, nə heç nə. Allaha and olsun. Əgər o adam desə ki, gedim kreditə qızıl götürüm, yoxsa elə, məsələn də qızılsız bu toy eləyək. Hamı deyəcək qızılsız. İndi biri desə ki, bunun tayı olsa desə, yox, qızıl olmasa mənim qapıma gəlmə, onu da əvvəldən fikirləş, getmə.
Əvvəldən fikirləş getmə. Gəlib demək olmaz filan kəs. Mən istəyirəm sizə elçiliyə gələm, qızı oğlumu alam. Bunu deyirlər də hamıya. Elə deyir. Bu qeyri-qanuni bir şey deyir. Ancaq qızıl verməyəcəm. Desə ki, yoxdur Allah kimi. Allah sən və xoşbəxt eləsin balı. Mən gedim axtarım qızıl istəməyəni. Yəni bu boyda vilayətdə bir dənə qızın qızılsız ərə verən tapılmayacaq. Oğlun qızılsız evləndirən tapılmayacaq. İnanın Allaha, bir nəfər çıxsa ortalığa, hamı yığışacaq onun başına. Hamı utandığından ya da iddiaya düşüb şey eləyə bilmir. O keçən dəfə dedim, hamı şaha lüt görürdü, deyirdi, nə qəşəng paltarı var. Axır o 4 yaşında uşaq dedi ki, bu ki lütdü, ondan sonra hamı yavaş-yavaş döndü uşağın sözündə. Vay elə olacaq. Xüsusən də ki, indiki zamanı. Kredit götürməyə belə al, kredit, nə olacaq bu? Nə olacağı? Bu dədələrimiz, nənələrimiz bu torpağın üstündə yatırdılar da. Məlum, işlər də məlum da gözümüzün qabağındadır. Ən azı sonun görmüşdür, elə deyir. Sonra danışarıq onu elə. Baxın, bu heç nə eləmir adamı. İnanın Allaha, ayran yiyənlər bizdən çox sağlam olublar. Ayran yiyənlər bizdən çox sağlam olublar. Bizim bir qohum vardı, keçmişdəkiləri lağ eləyirdi. İndi dərcəz ot biçirlər, düzəni bir cığırtma eləyiblər, nə bilim küftəni belə bişiriblər, dəryazda çox iş enerji gedir axı, dəryatçılara. İndi bu yer boz başdan, düzəni bıdın vırıb dişinə, deyir ki, onlar iş tapıblar, dəryatçılara aparın, ayran verin, qoçara yesinlər. Ayranla ot biçmək olar, dəryaz istifadə eləmək olar, amma elə deyir. O ayranla 2 hektar çalırdı, bu bir dənə küftə ilə, bir dənə toyuqla, nəmiz yarım sot da ot biçə bilmir. Elə üzü belə də gəlir. Onu biz, baxın, bəzən deyirlər ki, da keçdi o məsələ. Amma o cürə deyir. O məsələ yerində deyirlər. Elə bu günləri, bu insanlar qayıdıb təzədən o ekoloji ayranı yesələr, elə yenə olacaqlar elə. Belə deyir ki, yox, mühit dəyişilib, biz ayranla qalmaq olmaz. Şimdi şükal, indi ayranla yaşayanlar yoxdur. Belə bizim cəmiyyətimizin içərisində çox adamlar var, ayranla yaşayır, amma zahirdə özlərin, Allah Teala deyir ki, təhsəbuhumul zahilu əğniya. Elə dedi, düz dedim, möminlərdən, iffətlilərdən bəziləri var ki, cahillər onu çox varlı hesab edirlər. Nədən? Minət təəffuf. Açsın demirlər. Qədim deyərdilər, bilən filan kəsin bığı yağısı olub. Şoru yeyirmiş, yağı çəkirmiş dodağına ki, qoy cəmaat görsün, bu yağlı yeyib. Deməsinlər ki, şor yeyib. İndi çoxu elədi də, valla. Hərə bir dənə görsən, bəzən kreditə paltar götürürlər toya getməyə. Götürmürlər. Belə necə də sıxışdırırlar onu. Adam öz köynəyin geyəndə ürpəşə geyir. Onda qalmışdı, gedirsən kreditə. Dünən biri geyib, sırağa gün biri geyib, o birisi gün kreditə. Nə olur onda? Nə olur onda? İndi o bir işsiz cırılsın, dədəvaya bax, kreditin gücünə verirsən, paltarı hardan ödəyirsən? Bax, bu cəmiyyət hara gedir, nə fikirləşir, nə düşünür? Özdə mənim başqası ilə işim yoxdur, dindarların içərisində də belə şeylər görmək olur. Hələ indi o qızılı deyirəm, o yana qalsın, hələ deyirəm, meyveli bu yana qalsın. Hələ adın qoyaq ki, lazımdır da, məsələn, hələ elə də lazım deyir. Amma paltarı da götürür kreditə deyir.